Salam dostlar. Bugün mən sizlərlə birlikdə 21 aprel 2024-cü ildə keçirilmiş 9-cu siniflər üçün buraxılış imtahanının suallarına baxacağıq. Güman ki, video çox uzun olar deyə 15 sual və 10 sual olmaqla 2 hissəyə bölərəm. Başlayaq 61-ci sualla. Motorlu qayığın çayın axını ilə sürəti 20,4 km/saat və axına qarşı isə 15,6 km/saat olarsa çayın sürətini hesablayın. Biz bilirik ki, qayığın və çayın axınının hərəsinin öz sürəti olur və qayığın sürəti çayın axını ilə eyni istiqamətdə olduqda sürətlər toplanılır. Qayığın axını sürətin daha doğrusu qayığın sürəti axının sürəti ilə qarşı-qarşıya olduqda isə çıxılır. Buna görə bunlara əsaslanaraq biz tənliklər sistemi qurmaqla bunu çox rahat bir şəkildə əldə edə bilərik. 61-ci sual yazaq əvvəla. Deməli, V qayığın sürətini verib mənə. V qayıq üstə gəlinsin V çay çünki eyni istiqamətdədir. V çay bərabərdir 20,4 km/saat. V qayıq minus V çayı isə çünki qarşı-qarşıyadılar 15,6 verib. Toplayırıq. Topladıqda bir dəqiqə toplama işarəti biraz yaxşı görünmür. Toplayırıq. Eləyəcək 2V qayıq bərabərdir 36. Buradan V qayığı tapırıq 18. Gətirib misalda yerinə qoysaq ən birinci hissədə V qayıq üstəgəl V çay bərabər 20,4 biz alarıq ki 18 üstəgəlinsin V çay bərabərdir 20,4. Buradan da V çayı tapdıqda 20,4-dən 18 çıxıb 2,4 cavabını əldə edərik. Cavab oldu Y variantı. Y variantı. Keçək ikinci suala. Daha doğrusu 62-ci suala. Daha rahat bir sualdır 62-ci sual. Yazırıq. Əvvəla üçbucaq var, bir dənə şəkli. Mən burada pis çəkə bilərəm. Üzrlü sayın çünki əlimlə çəkirəm şəkli biraz maneəçilik yaradır. Deməli A, C, B və D. Gördüyünüz kimi bir dənə CD xətti ümumi ABC üçbucağını 2 dənə üçbucağa ayırıb. Biz bu nəticəni əldə edə bilərik ki, bu ayırdığı iki üçbucağın sahəsi, yəni SACD-nin üzərinə SBCD-ni gəlsək, bunların cəmi mənə ümumi SABC üçbucağının sahəsini verər. Yəni bu dediklərimizi yazsaq, necə yaza bilərik? ACD üzərinə gəlinsin SCBD mənə verir ümumi SABC-ni. SABC-ni. Biz burada ədədləri gətirib yerinə qoysaq, SACD, məndə SABC var, SCDB var. CDB-ni gətirib yerinə qoya bilərəm. SACD və yaxud da ADC-də yaza bilərik, heç bir fərqi yoxdur. SADC üzərinə gəlinsin 24 bərabərdə 68-ə. Buradan da SADC bərabərdir 44-ə. Deməli SADC 44-dür. Bu hansı variantdır? A variantı. Növbəti sual. 63-cü sual. 200 ədədi 1,3,6 nisbətində 3 hissəyə ayrılmışdır. Alınmış hissələrinin ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqi. Əvvəla nisbət təməsi bölümünə aiddir. Çox rahat bir sualdır. Deməli, bizim 3 ədədimiz var. Əvvəla 63-cü sual olduğunu qeyd edək.
Bizim 3 ədədimiz var. 1, 2 və 3-cü ədədlər. Bunların nisbəti verilib. Biri x-dır, digəri 3x-dır, digəri isə 6x-dır. Mənə bu hissə verilib. Bu ədədlərin cəmi 200 ədəddə bərabərdir. Mən x tapmaq üçün yazıram ki, x üzərinə gəlinsin 3x, üzərinə gəlinsin 6x, 6x bərabərdir 200-ə. Buradan əldə edirəm ki, 10x bərabərdir 200-ə, x bərabərdir 20-yə. Ədədlərdən ən böyüklə ən kiçiyinin fərqini soruşur. Ən böyüyü 6x, ən kiçiyi x-dir. Bunların fərqi mənə verəcək 6x çıxılsın x bərabərdir 5x. X-i 20 tapmışdım. 5x vurulsun 5 vurulsun 20 də bərabərdir 100. Bir dəqiqə. 5x də bərabərdir 100. Bir dəqiqə burada. 5x bərabər 5 vurulsun 20 bərabərdir 100. Deməli 100 cavab. B variantı. Növbəti sual. A02 bu niyə belə oldu? A0 A'nın koordinatları A və 2, B'nin koordinatları 0 və B nöqtələri S 1-0 nöqtəsində nəzərən simmetrik olarsa A və B'nin qiymətini tapın. Çox rahat bir sualdır. Yolunu indi deyəcəm, əvvəla qeyd edeyim. A koordinatları A ilə 2, A'nın koordinatları A və 2, B'nin koordinatları 0 və B və C'nin koordinatları isə 1 və 0-dır. 1 və 0-dır. Aha, bu 3 nöqtənin koordinatlarını bilirəm. Deyib ki, A və B nöqtələr C nöqtəsinə nəzərən simmetrikdir. Bu da o deməkdir ki, C nöqtəsinin koordinatları A və B nöqtəsinin uyğun koordinatlarının ədədi ortasına bərabərdir. Yəni ki, bu da o deməkdir ki, məsələn, A-nın birinci koordinatı ilə B-nin birinci koordinatının cəminin ədədi ortası mənə C-nin birinci koordinatını verir. Yəni, bu da o deməkdir ki, A üstə gəlinsin 0, bir dəqiqə A-nı pis yazdım biraz, A üstə gəlinsin 0 bölünsün 2, mənə verir 1-i. Buradan alıram ki, A üstə gəlinsin 0 bərabərdir 2-dir, A da bərabərdir 2. A biraz yazanda pis çıxır, A bərabərdir 2. A-nı tapdıq 2. Deməli, ikinci koordinatlar 2 ilə B-nin ədədi ortasında mənə 0 verməlidir. 2-nin üzərinə gələndə B-ni böləndə 2-yə mənə 0 verməlidir. Buna görə yuxarı 0-dır. Yuxarında 0 olmaq üçün B mənfi 2 olmalıdır. Deməli, A bərabər 2, B bərabər mənfi 2. Y variantı. Y variantı. Növbəti sual. 65-ci sual. Mənfi 3,8 və 4,82 ədədlərinin arasında neçə dənə tam ədəd var? Çox rahat bir sualdır. Mənfi 3,8-dən 4,82-yə qədər olan ədədləri yazmalıyıq. Tam ədədlər hansılardır? Mənfi ədədlər, müsbət ədədlər və 0. Çox vaxt bəzi şagirdlər 0-ı yaddan çıxardır, amma 0 da bir tam ədəddir. Yəni, bunu yaddan çıxartmamaq lazımdır. Deməli, yazırıq. Mənfi 3,8-dən 4,82-yə qədər olan ədədlər. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3 və 4. 5 yaza bilmərik. Çünki 4,82-də yanıb. Neçə ədəd oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ədəd. 8. C variantı. Növbəti sual. 3a kvadratı minus 2a ifadəsinin vurğularını ayırın. 3a kvadratı minus 2a ifadəsinin vurğularını ayırın. A-nın mötərizə xaricinə çıxardacaq. Daha yenə rahat bir sualdır. A-nın mötərizə xaricinə çıxardanda bizdə də qalır 3a minus 2. Bu qədər rahat. Yəni bu A vurulsun 3a minus 2. Bəli, D variantı. D variantı. 67-ci sual. M parametrinin hansı qiymətində x-in kvadratı minus 2mx minus m minus 2
Bərabər 0 tənliyinin 2 bərabər kökü var. Burada biz kvadrat tənlik görürük. Kvadrat tənliyində nə vaxt 2 bərabər kökü olurdu? Biz bunu bilirik ki, kvadrat tənlikdə diskriminant 0-dan böyük olduqda, diskriminant daha doğrusu 0-a bərabər olduqda tənliyin 2-dən bərabər kökü olur. Buna görə əsasən də biz yaza bilərik ki, diskriminant necə tapılır? Diskriminantın düsturu b-nin kvadratı minus 4ac. Bu 0-a bərabər olduqda tənliyin 2 bərabər kökü var. Bunu 0-a bərabər eləmək üçün əvvəla bunun b-si mənfi 2m'dir. Kvadratı yüksəldəndə 4m'in kvadratı çıxılsın 4 vurulsun a, yəni x-in kvadratının əmsalı 1-dir. 4 vurulsun 1 vurulsun c neçədir? C mənfi m minus 2. Mənfi qabağa keçib buranı müsbət eləyəcək. Ona görə müsbət yaza bilərəm qabağa. Olacaq vurulsun m minus 2. M minus 2. Aha, bunu 0-a bərabər eləyəcəyik. Buradan da biz alırıq ki, 4m'in kvadratı üstə gəlinsin 4m minus 8 bərabər 0. Hər tərəfi 4-ə bölürəm. M'in kvadratı üstə gəlinsin m minus 2 bərabər 0. Bunu Viet teoremindən həll edə bilərik. Tənliyin kökləri m1 və m2-dir. Yəni m1 və m2-nin cəmi mənfi 1-ə bərabərdir. Mənfi 1-ə. M1 və M2-nin hasili mənfi 2-ə bərabərdir. Mənfi 2-ə bərabərdir. Bu ədədləri tapmalıyam indi mən. Bu ədədlər də hansılardır? Baxan kimi başa düşülür ki, biri mənfi 2, M1-in mənfi 2, M2 isə 1-dir. M2 isə 1-dir. Ədədləri tapdıq. Tənliyin köklərini istəyir. Mənfi 2 və 1. D variantı. Bir dəqiqə. Aha. Növbəti sual 68-ci sual. Nəzrin öz puluna 7 dəftər və 3 karandaş və yaxud da 5 dəftər və 7 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətinə neçə dəfə çoxdur? Natural ədədlər bölməsini işləyən şagirdlər belə tip misallarla çoxdan tanışdı. Həqiqətən də çox rahat misallardır. Sadəcə belə tip misallarda, yəni buraxılışda çox stres olmağa ehtiyac yoxdur. Sadəcə işlədiyim bölümlərdə hər biri çox rahatdır. Hətta 9-cu sinif buraxılış imtahanı verirsənsə, dəhşət rahatdır. Sadəcə hər misalın yolunu xatırlamağı bacarmalısan. Deməli, dəftər və karandaşdan söhbət gedir. Onda mən dəftər və karandaş yazıram. Dəftər, elə qısaca dəf yazıram. Karandaşda karandaş yazıram. Kar. Aha, dəftərin qiymətinə tutaq ki, x deyim. Karandaşın qiymətinə də y deyim. Deməli, nəzərinin 7 dəftər və ya 3 karandaş ala bilir. 7 dəftər 7x-dir, 3 karandaş da 3y-dir. Bunları toplayıram. Çünki aldığı qiymətdə, yəni satıcıya verəndə pulu bir dəfəyə verir də. Yəni sözün başa sala bildim nə yəqin ki. Aha, və 5 dəftər və 7 karandaş ala bilər. 5 dəftər, 7 karandaş ala bilər. Yəni 5x, bir də 7y. Arada əməl toplamadır. Aha. Deməli, x-ları bir tərəfə keçirdirəm. 7x minus 5x bərabər 7y minus 3y. 3y. Buradan da alıram 2x bərabər 4y. Hər tərəfi 2-yə bölsəm x bərabər 2y. Deməli, deməli x-in yerinə 2y qoya bilərəm. Deməli, x-in yerinə 2y. Yəni burada yaza bilərəm onda x bərabərdir həm də 2y-ə. Məndən sualda nəyə soruşur? Dəftərin qiyməti karandaşın qiymətinə nə qədər çoxdur? Başa düşülür də burada. Karandaş y-dir, dəftər də 2y-dir. Deməli 2 dəfə çoxdur karandaşın qiyməti dəftərin qiymətindən. Ona görə də cavab olur A variantı. A variantı 2. Növbəti sual 69. 69 aşağıdadır. Aha, bütün 2 rəqəmli ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılıb. Torbadan təsadüfən seçilən bir vərəqin üzərindəki ədədin 6-ya bölünən ədəd olması ehtimalını tapın. Aha, bu rahat sualdır. Yenə ehtimal sualıdır. Ehtimal sualları əksər hallarda əslində çətin düşür, amma bu dəfə rahat düşüb təsadüfən. Təsadüfən deyəndə ki, yəni belə suallar da. Deməli, ehtimal sualının nətər elənilir daha doğrusu, necə elənilir? Əlverişli halların sayı
əlverişli halların sayını bölürəm ümumi halların sayına. Ümumi hal. Daha sonra indi mən 2 rəqəmli ədədlərin sayını tapmalıyam. Yəni ümumi nə qədər ehtimalımın olduğunu bilməliyəm. Ümumi ədədlərin sayını necə tapacam? Deməli, bir dəqiqə. Necə tapacam? Deməli, 2 rəqəmli ədədlər deyib. 2 rəqəmli ədədlər nədir? 10-dur, 11-dir, 12-dir, 13, nə bilə, belə gedir, 99-da dayanır. Mən indi buradan nə qədər 2 rəqəmli ədəd olduğunu tapmalıyam. O da necə tapılır? Ən başdakı ədəddən 99-dan çıxmalıyam 10-u, üzərinə də gəlməliyəm 1-i. Bu da eləyəcək 90. Bir dəqiqə, biraz belə yazaq. 99 çıxılsın 10, üzərinə gəlinsin 1. Eləyəcək 90. Niyə üzərinə 1 gəldim? Çünki 99 da daxildir, 10 da daxildir. Ona görə üzərinə 1 də gəlməliyəm. 90 tapdım. Bu ümumi halların sayıdır. Bu məxrəci yazacağam. İndi surəti axtarmalıyam, yəni əlverişli halların sayı. Deyir ki, seçilən bir vərəqin üzərindəki ədədin 6-ya bölünən ədəd olması ehtimalı. 6-ya bölünən ədədlər hansılardır? Ən sonuncu 6-ya bölünən rəqəm hansıdır? 96. 96-nı bölürəm 6-ya. Eləyir 16. Deməli 6-ya bölünən 16 dənə ədəd var. Amma bu ədədlərdən biri də 6-nın özüdür. Ona görə 6-nın özü ola bilməz. Çünki 2 rəqəmini istəyir. Ona görə 16-dan çıxıram 1-i. Eləyəcək 15. Deməli, əlverişli hallarımın sayı 15-dir. 15-i bölürəm ümumi halların sayına, yəni 90-a. Nəticə də eləyir 6-da 1. Yəni A variantı. Növbəti sual. 70-ci sual. Bunu mən biraz çəksəm. Bir dəqiqə. Mən bunu çəksəm biraz əyri çəkə bilərəm. Üzülürsən çünki əlimdən çəkirəm. Bir dəqiqə şəklə baxım. Aha, belə bir dənə bir şey çəkib. Deməli belə, 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 bir də belə. Bura Y-dir. Y, bura X-dir. Burada Z-dir. Bura Z-dir. Deməli, mən bu Y-i bura köçürdə bilərəm. Çünki qonşu bucaqdır. Buradan da nəticəyə alıram ki, baxın burada X, bax bura haradır? Xarici bucaqdır. Mən də belə bir qayda bilirəm ki, xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Buna qonşu olmayan iki daxili bucaq hansıdır? Y ilə Z. Y üzərinə gəlinsin Z. Deməli budur. Məndən sualda nə istəyib? Y bucağını X və Z ilə ifadə edin. Y-i də buradan tapanda necə eləyir? Y bərabərdir. X, Z o bir tərəfə keçər. X minus Z. Elə bu. Yəni bu qədər rahat. C variantı. Növbəti suala keçək. Bərabərliyini ödəyən natural ədədlər. Deməli, kiçik bərabərdir işarələri qoyulub da burada. Bu da o deməkdir ki, yəni 1 və 5-in özü də daxildir. Deməli, ədədlərim hansıdır 1-dən 5-ə qədər? 1, 2, 3, 4, 5. Bu da bir növ nə deməkdir? 5 faktorial deməkdir də. Yəni 1-dən 5-ə qədər olan ədədlərin asili. 5 faktorial, yəni bu da eləyəcək 120. Hansı variantdır? G variantı. Növbəti sual. 71-ci sual 7, 72-ci sual. Mərkəzi O nöqtəsində olan bir dəqiqə, bir dənə. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC vətərləri çəkilmişdir. AB və AC-yə bərabərdir. AOB bucağı da 100 dərəcədir. Baxın, belə suallarda bu da həmçinin rahatdır. Mərkəzi O nöqtəsində olan çevrə. Bir dənə belə çevrə çəkirik. Mərkəzi O nöqtəsidir. Mərkəzə heç yaxşı işarəli, ayda, dairə də getdi. Bir dəqiqə. Bir dənə belə bir dairə çəkirik. Aha. Bunun mərkəzi O nöqtəsidir. O nöqtəsi. AB və AC vətərləri çəkilir. Tutaq ki, AB belə, AC belə olsun. Yəni ikisinin də ortaq nöqtəsi A-dır. Aha, AB, AC. Mənə deyilib ki, AOB bucağı. AOB. Bunu birləşdirirəm ki, AOB bucağını yarada biləm. Bir dəqiqə. Aha, belə. Bir də belə. Aha, buranı da birləşdirim, çünki onsuz bu bucağı da istəyəcək. AOB bucağını verib 100 dərəcə. AOB bucağı 100 dərəcədir.
Deməli, 100-ü də heç yaxşı yazamadım. 100 dərəcədir. Məndən AOC bucağını istəyib, bu bucağı. Normalda belə baxanda tələbə başa düşə bilər ki, x də 100 dərəcə olmalıdır. Abituriyent daha doğrusu başa düşə bilər ki, x də 100 dərəcə olmalıdır. Çünki AB AC-yə bərabərdir. İzahını necə veririk? AOB 100 dərəcədirsə, bu qövsü 100 dərəcədir. AB qövsü. AB qövsü 100 dərəcədir. AB AC-yə bərabərdir. Onda AC qövsü də 100 dərəcə olacaq. 100 dərəcə olacaq. Bura 100 dərəcə olsa AOC də onsuz 100 dərəcə olacaq. Ona görə x-ə bərabər 100 dərəcə. Çünki daxilə çəkilmiş qövsə bərabərdir. 72 sual 7, 73. Həm 2-yə, həm 3-ə bölünən ədədi göstərin. 2-yə bölünmə əlaməti nədir? Ədədin sonu 0, 2, ədədin sonu 0, 2, 4, 6, 8. Yəni bu cüt ədədlərlə qurtarmalıdır. 3-ə bölünmə əlaməti nədir? Cəmi 3-ə bölünməlidir. İndi mən necə hesablayacağam? Əvvəla sonu tək ədədlə bitən variantları çıxacağam. Deməli, A və Y variantı getdi. A variantı getdi, Y variantı getdi. İndi məndə qalan variantlara baxaq. B, C, D variantları. Ədədlərinin cəmi 650-nin ədədlərinin cəmi eləyir 11. Bu da 3-ə bölünmür. Bölünür? Xeyr. Bölünmür. Daha sonra 6124. 6124. Cəmi neçə eləyir? 13. 13 3-ə bölünür tam olaraq. Xeyr. Daha sonra 1608. Rəqəmlərinin cəmi 15 3-ə bölünür. Bəli. Deməli budur. Yəni cavab D variantıdır. 73 getdi. 74-cü sual. İfadəsinin qiymətini hesablayın. A. Çox rahat bir sual. Kökdə deməli 2, yanında da kökdə 64. Deməli 64-dən kök nə çıxır? 8. 2 vurulsun 8 qalır burada. Bu da kökdə 16-ya bərabərdir. Kökdə 16-nın da özündən cavab 4 çıxır. 4. Yəni B variantı. Qısa konkret izah etməyə çalışıram. Yəni imtahanda çox başqa yollar yoxlamağa ehtiyac yoxdur. Bildiyinizi yazın, belə yəni bildiyiniz yolla yazın, rahat da olursunuz. 75 A üstü 10 vurulsun A üstü mənfi 2, A üstü mənfi 2 bölünsün A üstü mənfi 3. Bilirik ki, vurmada, baxın belə suallarda vurma olduqda dəyişənlərin arasındakı əməl, üstlərin arasındakı əməl. Üstlər, yəni qüvvətlər toplanılır, bölmə olduqda çıxılır. Bu deyilir A üstü əvvəla 10 üzərinə gəlinsin, 10 üzərinə gəlinsin mənfi 2. Bu eləyəcək 10 üzərisində, 10 nədir? A üzərində 8. A üzərində 8 də böləndə A üzərində mənfi 3-ə, bu deyilir A üstündə 8 çıxılsın mənfi 3. Bu da eləyir A üstündə 11. A üzərində 11. Cavab D variantı. Video çox uzun oldu. Qalanlarını da Allah qoysa sabah çəkib yükləyərəm videonun. Yəni buraya qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olub like atmağı da unutmayın. Təşəkkürlər bir daha.